Son dövrlərdə bir sıra sənədləşmə işlərinin asan xidmət vasitəsilə aparılması işimizi xeyli asanlaşdırıb. Bu baxımdan sistem müvafiq dövlət qurumları ilə əlaqə yaratma, müraciətlərin statusunu izləmə və müvafiq sənədlərin alınmasını asanlaşdırmaq kimi funksiyaları təklif edən asan müraciəti də qeyd etmək olar. Bəli, Günel, bu sistem vasitəsilə vətəndaşlar öz müraciətlərini onlayn olaraq göndərə, dövlət orqanları ilə yazışmaları idarə edə bilərlər və müxtəlif sənədləri əldə etmək imkanı əldə edirlər. Elə bu mövzunu studiyamızın qonağı asan müraciətlə iş sektorunun müdürü Əsli İbrahimli ilə müzakirə edəcəyik. Əsli xanım, xoş gördük sizi. Deməli, asan müraciət informasiya sisteminin hesabatı açıqlandı biz bildiyimiz kimi və məlum oldu ki, bugünə kimi 25 min nəfər tətbiqdə qeydiyyatdan keçib. Bu sistem özündə nəyi əks etdirir, hansı üstünlükləri var? Bu haqda daha ətraflı eşitmək istəyərdik. Hər vaxtınız xeyir olsun. Mən də tamaşaçılarımızı və İctimai Televiziya komandasını salamlayıram. Elə sizin dediklərinizə əlavə olaraq bildirmək istəyirəm ki, asan müraciət informasiya sistemi vətəndaşlarımızın müraciətlərini asanlaşdırmaq üçün və həmçinin o müraciətlərə daha sürətli və tez reaksiya verə bilmək üçün yaradılmış bir platformadır. Ümumiyyətlə, bu sistem 2020-ci ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamına əsaslanaraq bizim milli intellektual məhsulumuz olan asan brendinin çətiri altında deyək ki, fəaliyyətə başladı və deyə bilərik ki, bu sistem dövlət qurumları ilə vətəndaşlarımız arasında texnoloji körpü rolunu oynayır. Belə ki, vətəndaşlarımız qarşılaşdıqları problemlərlə, xüsusilə də ictimai xarakter daşıyan, kommunal, yol nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı olan problemləri asan müraciət mobil tətbiqini yükləyərək göndərə bilərlər. Ümumiyyətlə, bu tətbiqi yükləmək və istifadəsi xeyli asandır. Vahid giriş sistemi, digital login vasitəsilə istifadəçilər öz elektron kabinetlərini formalaşdıra bilirlər və qarşılaşdıqları problemləri olduğu yerdən bu problemin hansı dövlət qurumuna aid olub-olmadığını araşdırmaq kimi bir prosesi istisna edərək çox asan şəkildə demək, müraciəti göndərə bilirlər və bundan sonraki mərhələdə asan müraciət informasiya sisteminin komandası tərəfindən bir iş günü ərzində bu müraciətlərin qanuna uyğunluğu yoxlanılır və təyinatına aid olaraq göndərilib-göndərilmədiyi yoxlanılır və aidiyyatlı dövlət qurumlarına göndərilir. Ümumiyyətlə, bu sistemin ən, belə deyək, yaxşı funksiyonallıqlarından biri də ondan ibarətdir ki, vətəndaş öz müraciətinin hansı quruma göndərildiyini izləyə bilir və müraciətin icra vəziyyətinin bağlı daima onun elektron kabinetinə bildiriş daxil olur. Maraqlıdır. Bəli, hal-hazırda qeyd etmək lazımdır ki, asan müraciət informasiya sistemi 90-dan çox qurumun iştirakı ilə bütün ölkə ərazisində, lakin Naxçıvan Muxtar Respublikasının ərazisi istisnadır, bunu qeyd edək, ölkə ərazisindəki müraciətləri qəbulunu və aidiyyatlı qurumlara göndərilməsində təmin edir. Əsli xanım, ümumiyyətlə, daxil olan müraciətlər ən çox nə ilə bağlıdır? Bir neçə nümunə deyə bilərsinizmi? Bəli, əslində yaxşı bir məqama toxundunuz. Biz həmçinin vətəndaş müraciətlərinin, belə deyək, məğzini və məzmununu izləyərək dövlət qurumları üçün də yaxşı bir mənzərə formalaşır. Vətəndaşların ehtiyacları nələrdən ibarətdir və vətəndaş ehtiyaclarını izləyərək, görərək, bu mənzərəni, belə deyək, müşahidə edərək dövlət qurumları da özləri üçün planlama həyata keçirir. Sistemlərin gələcəkdə yarada biləcək fəsadlarının öncədən qarşısını ala bilərlər. Ümumiyyətlə, sistemin göstəricilərinə baxdıqda biz müşahidə edirik ki, daha çox yol infrastrukturu ilə bağlı problemlər və müraciətləri daha doğrusu daxil olur. Yollarda təmir tikinti işləri ilə bağlı, asfalt örtüyünün bərpası və ya yeni asfalt örtüyünün... Bizim qaynar xəttimizə də elə müraciətlər əsasən bu istiqamətdə daxil olur, Əsli xanım, və çox maraqlı məqamlara toxundunuz. Sanki bizim işimizlə sizin işiniz arasında bir oxşarlıq da var. Qaynar xəttdə müraciətlər gəlir və artıq biz o müraciətlər əsasında süjetləri çəkib təqdim edirik. Daha hansı bənzərliklər və fərqliliklər var bizimlə sizin arasında, misal üçün? Əsas
təbii ki, bənzərliyimiz mən düşünürəm ki, vətəndaş məmnunluğuna nail olmaq üçün eyni amal uğrunda çalışmağımızdır. Təbii ki, elə sualınıza cavab olaraq onu da qeyd edim ki, həm bu yol infrastrukturu ilə bağlı, həmçinin kommunal məsələlərlə bağlı müraciətlər çox daxil olur. Sağ ağaclarla bağlı, işıq, qaz, su xətlərinin təmiri və yaxud da yeni çəkilməsi ilə bağlı olaraq müraciətlər də daxil olur. Və daxil olan müraciətlər də vətəndaş müraciətləri haqqında qanuna əsasən dövlət qurumları tərəfindən cavablandırılır. Əsli xanım, demək bizdə belədir. Anar qaynar xəttimizə toxundu. Mən də istərdim ki, o mövzunu bir qədər davam etdirim. Məsələn, bizdə vətəndaş müraciət edir, gedirik, çəkirik, göstəririk, aidiyyatı qurumların diqqətini cəlb edirik və təbii ki, ondan sonra təşəkkür zəngləri də alırıq. Bəs sizdə necə olur? Məsələn, siz qeyd etdiniz ki, aidiyyatı qurumlara ötürülür həmin problemlər, yaranan vəziyyət, daxil olan müraciətlər. Bəs ondan sonra hər hansısa bir monitorinqlər aparılırmı, geri dönüşlər olurmu bunun həlli ilə bağlı və yaxud da ki, həllini tapmadı? Mən vurğulamaq istəyirəm ki, asan müraciət informasiya sisteminin yaradılması haqqında həm sərəncam, həm onun fəaliyyətinin təşkili ilə bağlı Nazirlər Kabinetinin qərarı mövcuddur. Yəni, bu əsaslanılan hüquqi aktların, belə deyək, müəyyən etdiyi səlahiyyətlər çərçivəsində asan müraciət informasiya sistemi fəaliyyət göstərir. Bəli, müraciət daxil olduqdan sonra qısa bir müddətdə sistemin operatoru aidiyyatı quruma yönləndirir və vətəndaşımız üçün qeyd etdiyim kimi, ən əsas üstünlüyü ondan ibarətdir ki, o müraciətinin vəziyyətini izləyə bilir, belə bir imkan tanınılır və... Həmin o tətbiq vasitəsilə. Bəli, əlbəttə, sürətli, müasir, funksional bir tətbiq vasitəsilə olduğu istənilən bir yerdə sadəcə internet çıxışı ilə bunu izləyə bilir və bundan sonra müraciətin cari vəziyyəti ilə bağlı və yaxud təmin olunandan sonra da qeyd etdiyimiz kimi onun elektron kabinetinə bildiriş daxil olur və bu bildirişdən sonra əgər müraciətin təmin olunması ilə bağlı bildiriş daxil olubsa, vətəndaş bu müraciətin nəticəsini qiymətləndirmə imkanına malikdir. Qiymətləndirib öz rəyini bildirə bilir. Və ümumiyyətlə qeyd edim ki, asan müraciət informasiya sistemi beynəlxalq praktikada da onun bənzərləri mövcuddur. Bir neçə bənzəri mövcuddur. Lakin biz ona əminliklə deyə bilərik ki, bu sistem çox daha müasir və funksional, vətəndaş yönümlü bir sistemdir. Elə ona görə də 2022-ci ildə BMT-nin dövlət xidmətlərində innovasiyalar üzrə Cənub-Cənub şəbəkəsi tərəfindən dərc olunmuş 15 ən yaxşı rəqəmsal həll siyahısına da daxil edilibdir. Bəs ən çox hansı qurumlar haqqında müraciətlər daxil olur? Bu statistik məlumatı da bizimlə paylaşa bilərsinizmi? Mən az öncə vurğuladığım kimi, biz daha çox qurumlar, belə deyək, prizmasından deyil, müraciətin məğzi və məzmunu ilə bağlı təsnifatlaşdırma həyata keçirdirik. Elə az öncə də vurğuladığım kimi, daha çox yol infrastrukturu ilə bağlı, abadlaşdırma, təmizlik, həmçinin kommunal məsələlərlə bağlı vətəndaşlarımız tərəfindən müraciətlər daxil olur. Biz ümid edirik ki, məlumatlandırma və bu məsələlərlə bağlı, asan müraciətin fəaliyyəti ilə bağlı, deyək ki, maarifləndirmə işi daha da sürətli, daha da tez sıx şəkildə aparılsa, vətəndaşlarımız da bu məsələlərlə bağlı daha çox müraciətləri mobil tətbiq vasitəsilə göndərə bilərlər. Mobil tətbiqdən danışdınız. Əsli xanım, istərdik ki, bir daha tamaşaçılarımızın diqqətinə çatdırasınız ki, həmin mobil tətbiqdə daha doğrusu yüklədikdən sonra necə qeydiyyatdan keçirlər. Hal-hazırda video kadrlarda təqdim olunur. Biz istərdik ki, siz həmin o tətbiqdən danışasınız ki, həmin tətbiqdə, məsələn, indi tamaşaçılarımız üçün çox maraqlıdır ki, necə qeydiyyatdan keçə bilərlər? Bəli, müasir iOS və Android əməliyyatlarını dəstəkləyən istənilən mobil cihaz vasitəsilə vətəndaşımız deməli, asan müraciət mobil tətbiqini yükləyə bilər. Bundan sonra az öncə qeyd etdiyim vahid giriş sistemi Digital Login vasitəsilə hər bir istifadəçi öz elektron kabinetini formalaşdıra bilir. Əslində bu proses çox qısa, sürətli və rahatdır. Bundan sonra hər bir vətəndaş öz belə deyək, elektron kabineti vasitəsilə müraciətini daxil edə bilər və müraciətinin həm foto, video formatda, həmçinin səs qeydini və yaxud da
mətn vasitəsilə təbii ki, istifadəçinin öz belə deyək ki, seçimindən asılı olaraq daxil edə bilir və ardınca müraciətinin gedişatını izləyə bilir. Və təkrar etmək istəyirəm ki, bu proses çox sürətli, sadə və rahat şəkildə həyata keçirmək mümkündür. Bizim qaynar xəttimizə də hal-hazırda müraciətlər daxil olmaqdadır. Elə sanatoriyalara göndəriş almaq üçün asan müraciətlə məsələni həll edə bilərəmmi deyə soruşur vətəndaşımız. Təəssüf ki, bu belə deyək ki, asan müraciət informasiya sisteminin təyinatına uyğun deyil. Mən bir daha qısa təkrar etmək istəyirəm ki, asan müraciətə kommunal, yol və nəqliyyat problemləri, həmçinin infrastrukturun cari təmiri, abadlaşdırılması və deməli, təmizliyi ilə bağlı müraciətlər daxil olur. Ümumiyyətlə, mən bu yeri gəlmişkən bu məsələni də qeyd etmək istəyirəm ki, asan müraciətə təyinatına aid olmayan müraciətlər də daxil olur. Və belə olan halda biz təəssüf hissi ilə vurğulayırıq ki, bu müraciət belə deyək, təyinatına uyğun deyil və biz onu geri qaytarmağa məcbur oluruq. Çox olurmu belə hadisələr yoxsa? Bəli, çox deməzdim, amma olur. Ələxüsus da asan xidmətin, belə deyək, hal-hazırda mövcud dövlət xidmətlərinin göstərdiyi, belə deyək, sahə ilə bağlı vətəndaşlarımız müraciətlər göndərirlər. Belə olan halda biz onları 108 çağrı mərkəzimizə də yönləndiririk. Təşəkkür edirik. Çox sağ olun. Maraqlı məlumatlar üçün çox sağ olun.